Salam əziz izləyicilər. Bugün sizə 17-18 iyun 2026-cı il tarixində keçirilmiş sertifikasiya imtahana düşən kurikulum suallarından bir neçəsini izah edəcəm. Birinci sual. Dərs zamanı şagird müəllimi dinləmir, səs salaraq yoldaşlarının diqqətini yayındırır və dərsin gedişatını pozur. Sinifin effektiv idarə edilməsi strategiyalarına əsasən müəllimin hansı addımı düzgün hesab olunur? A variantı, şagirdin bu davranışına fikir vermədən dərsi davam etdirmək. Əlbəttə ki, əgər şagird dərsi pozursa, yoldaşlarının da diqqətini dağıdırsa, müəllim ona fikir verməsə, şagird davam edəcək və dərsin pozulması eyni qaydada davam edəcək. Ona görə də biz bunu götürə bilmərik. Şagirdi dərhal sinifdən çıxarmaq və direktorun otağına göndərmək. Biz şagirdə belə cəza verə bilmərik, yəni şagirdi sinifdən çıxarmaq qəti olmaz. Ona görə də bir variantını da götürmürük. Şagirdi sinif qarşısında kəskin danlamaq və ciddi xəbərdarlıq etmək. Bu variantda düzgün hesab olunmur, çünki şagirdi yoldaşları qarşısında kəskin danlamaq, sındırmaq olmaz. D variantına baxaq. Dərsi dayandırmadan şagirdə yaxınlaşmaq və qeyri-verbal üsulla xəbərdarlıq etmək və dərsdən sonra fərdi söhbət aparmaq. Əlbəttə ki, düzgün variant olacaq D variantı. Çünki burada şagirdlər, yəni səslənmədən, səs çıxarmadan dərsə izah edə-edə, öz dərsini davam edə-edə şagirdə jest və mimikalarla, hər hansı bir işarə ilə, yaz tahtasının bir tərəfindən onun adını yaza bilərsən. Qəmgin üz göstərən smayliklər qaldırmaqla şagirdə işarə verə bilərsən. Daha sonra isə dərsdən sonra şagirdlə fərdi söhbət apara bilərsən. İkinci suala baxaq. Verilmiş mətni oxuyur və tərkibində işlənmiş mürəkkəb adların yazılış qaydalarını araşdırır və sonda mövzuya dair esse yazırlar. Tapşırıq inteqrasiyanın hansı növünə aiddir? Burada fənlər arası heç bir şey görmürük, çünki digər fənlərə heç bir inteqrasiya yoxdur. Fənüslü də ola bilməz. Əgər fənüslü yoxsa B variantı ilə C variantı avtomatik çıxır. Çünki həyatla heç bir əlaqələndirmə yoxdur. Daha sonra fən daxili, əlbəttə ki, bu düzgün variant D bəndi fən daxili olacaq. Biz baxırıq ki, bu sual ancaq Azərbaycan dilinə aiddir. Diqqətlə baxaq, mətni oxuyur. Bu oxuma. Mürəkkəb adların yazılış qaydalarını araşdırır. Bu dil qaydaları. Daha sonra esse yazır. Bu da yazı. Baxırıq, oxu, yazı, dil qaydaları. Bu inteqrasiya fən daxili üfüqi inteqrasiyadır. Yəni məzmun xətləri arasında olan inteqrasiyadır. Ona görə də götürürük D variantı fən daxili. Tapşırıq nömrə 3. Müəllim şagirdlərə belə bir tapşırıq verir. Əsərdə müəllifin baş qəhrəmana olan mövqeyinə öz münasibətinizi bildirin. Bu tapşırıq taksonomiyanın hansı mərhələsinə aiddir? Uyğundur. Burada anlamaq, təhlil etmək, yaratmaqdan söhbət gedə bilməz. Əgər sən müəllifin yaratdığı hər hansı bir obraza öz münasibətini, öz fikrini, öz tənqidi münasibətlərini bəsləyirsənsə, yəni bildirirsənsə, bu olacaq dəyərləndirmək. Yəni sən dəyərləndirirsən, sən öz münasibətini bildirirsən, sən öz tənqidi yanaşmanı bildirirsən, bu o deməkdir ki, hansı mərhələ olacaq? Dəyərləndirmək mərhələsi olacaq. Dördüncü sual. Hansı diaqnostik qiymətləndirməyə aid deyil? A. Dərs ilinin və ya bölmənin əvvəlində aparır. Əlbəttə ki, diaqnostik qiymətləndirmə dərs ilinin və bölmənin əvvəlində aparılır. Bu bölmənin əvvəli, dərs ilinin əvvəli gördünüzsə, bu diaqnostikdir. Şagirdlərin ilkin bilik bacarıqlarını müəyyən edir. İlkin gördünüzsə, bu diaqnostikdir. C-ni saxlayaq. Nəticələri şagirdin akademik göstəricisi kimi jurnalda yazılmır. Əlbəttə ki, diaqnostik qiymətləri biz jurnala yazmırıq və şagird qovluğunda saxlayırıq. C variantı isə düzgün variantdır, çünki burada şagirdin gündəlik inkişafı izlənir. Əgər siz inkişafın izlənməsi gördünüzsə, bunu formativ götürəsiniz. Bu isə diaqnostik qiymətləndirməyə aid olmadığı üçün düzgün variant olacaq. C variantı. Bununla da bugünkü izahımız bitdi. Daha sonraki izahlarda görüşənədək sağ olun.